Lövhətanda iş var yoldaşlar. Lövhətanda 2 işdən bəhs etmək istəyirəm. Amma bu sizdə o saat düşünməsin ki, lövhətanda olan işlər eləcəyim 2 dənədən ibarətdir. Xeyr. Sadəcə diqqət çəkici variantlardır deyə mən sizinlə paylaşıram. Birim Sosun təsərrüfat xidmətləri üzrə işçiyə ehtiyac var. Bravodadır yoldaşlar. 670 manat əmək haqqı verir sizə. Bu kimlər üçündür? Əgər təhsiliniz ortadırsa, təsərrüfat və texniki xidmət prosesləri haqqında ümumi bilikləriniz varsa, təmizlik, abadlıq və tikinti alət və avadanlıqları ilə işləmə bazarınız varsa, bu işə müraciət edə bilərsiniz. Belə bir variantdır, kişilər üçündür. Digər bir iş isə bu xanımlar üçündür yoldaşlar. Ofis meneceri işidir, 500 manatlıqdır, 20-30 yaşlı uşaqlar üçündür. Bu çox şey tələb eləmir yoldaşlar, təcrübə də tələb eləmir. Ofis proqramlarında işləmə bacarığınız varsa, ingilis dilində danışmaq, yazmaq bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Bu işlərə də müraciət etməkdə dəstəksizsə və yaxud da fərqli sahələrdə işlərlə də tanış olmaq istəyirsinizsə, fərqi yoxdur, Lövhətandadır ya digər Bakıdadır, Bakının digər rayonlarındadır. Və yaxud ümumiyyətlə iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Siz bu videonu harada görürsünüz, orada kanala daxil olub, oradan əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.